Bax, bir sual verim mən sizə. Təcrübələrinizi, nəzəriyyələrinizi, gördüklərinizi canlandırın gözünüzün qabağında. Bir insan ata-anasını çox istəyir, yoxsa evladlarını? Bir insan ata-anasına çox qayğı edir, can yandırır, yoxsa evladlarına? Bir insan ata-anasına çox diqqətlidir, yoxsa evladlarına? Siz təcrübələrdə bunun hansını görmüsünüz? Məncə ustad, mənim fikrimcə, övladlarına daha çox qayğı göstərirlər, onların əziyyətində daha çox dururlar. Və bu əziyyətlərini çəkməkləri onların övladlarına məhəbbətini daha çox çoxaldır, nəinki valideynlərinə. Mən belə fikirləşirəm. Sən necə deyərdin? Mən də belə düşünürəm ki, övlad yəqin insanın özünə aiddir, insanın özü isə valideynlərinə aiddir. O daha çox ona özünə aid olanların qayğısına qalmaq istəyir, nəinki aid olduğu yerin. Doğru cavab. Evlad insanındır. Belə deyək, evlad mənimdir, insan mənimdə olanı çox istəyir. Mənsə valideynimlə. Valideyn məni çox istəyir. İnsan evladın əziyyətini çox çəkir. İnsan neyin əziyyətini çəksə, onun üçün əziz olar. Amma insan valideynin əziyyətini o qədər çəkmədiyi üçün o dəyəri verə bilmir ona.